Salam dostlar, gəlin bugün bəşəriyyətin ən dərin, ən fundamental suallarından birinə birlikdə cavab axtaraq. Heç düşündünüzmü, bizi, yəni insanları, daim bir yaradan haqqında düşünməyə, cavab axtarmağa nə vadar edir? Bax, bugün mənbələrimizə əsaslanaraq, bizi bu axtarışa sövq edən 3 əsas səbəbi, 3 əsas motivasiyanı incələyəcəyik. Yaxşı, hazırsınızsa başlayaq. Hər şey əslində bu 3 sadə, amma çox dərin sualla başlayır. Bu suallar var ya, sanki ruhumuzun dərinliyindən gəlir. Bunlar sadəcə filosofların düşündüyü boş-boş suallar deyil, yox. Bu, varlığımızın kökündə yatan və bizi cavab axtarmağa məcbur edən daxili bir narahatlıqdır. Və bizim də bugünkü söhbətimizin başlanğıc nöqtəsi məhz budur. Gəlin birinci səbəbə baxaq. Bizi axtarışa sövq edən ilk şey, o içimizdəki dinçlənməyən, dayanmadan soruşan ruhumuzdur. Elə bil ki, beynimiz heç sakit dayanmır, daim cavablar istəyir. Bunu daha yaxşı anlamaq üçün çox güclü bir bənzətmə var. Bir anlığa özünüzü təsəvvür eləyin. Deyək ki, bir qəza keçirmisiniz. Gözünüzü bir xəstəxana otağında açırsınız. Heç nə hatırlamırsınız. İlk nə edərsiniz? Təbii ki, mən haradayam, mənə nə olub deyə soruşarsınız. Bax, bu bizim də dünyaya gözümüzü açanda verdiyimiz ilk instinktiv reaksiya kimidir. Baxın, necə ki o xəstənin ağlına dərhal bu suallar gəlir, mən haradayam? Niyə buradayam axı? Və buradan nə vaxt çıxacam? Eyni ilə bizim ruhumuz da kainatın bu fundamental sualları qarşısında səssiz qala bilmir. Bu bir seçim deyil, vallah bu bir məcburiyyətdir. Deməli, birinci və ən fundamental səbəb bu oldu. O, içimizdəki dayanmayan sorğu-sual mexanizmi. Ağlımız, zəkamız bizə rahatlıq vermir. Deyir ki, tap görək bu dünyanın mənası nədir? Sən niyə buradasan? Yaxşı, bu oldu məsələnin məntiqi, ağılla bağlı tərəfi. İndi keçək ikinci səbəbə. Bu isə daha çox ürəkdən, hissiyatdan gələn bir şeydir. Ətrafımıza, bizə verilən nemətlərə baxanda içimizdə oyanan o təbii hiss. Baxın, necə də möhtəşəm bir bənzətmədir. Təsəvvür edin, sizi inanılmaz dəbdəbəli bir ziyafətə çağırıblar. Süfrə ləzzətli yeməklərlə doludur, hər şey sizin rahatlığınız üçün düşünülüb. Amma bir problem var. Ev sahibini tanımırsınız. İlk ağlınıza nə gələr? Əlbəttə ki, bu qədər zəhməti çəkən, bu qədər səxavətli olan adamı tapıb bir çox sağ ol demək istəyirsiniz. Elə deyilmi? Həyat süfrəmizdəki nemətlər isə vallah saymaqla bitməz. Bizə verilən bu görən gözlər, eşidən qulaqlar, hər şeyi anlamağa çalışan bu zəkamız, yaşadığımız bu dünya bütün resursları ilə. Bütün bunları görəndə insan dayanıb soruşur da, yaxşı, bütün bunları mənə kim verib? Bu cömərdliyin arxasında kim dayanır? Və bu stat məncə məsələnin tam ürəyinə toxunur. Yəni, təşəkkür etmək sadəcə bir nəzakət deyil. Bu, o qədər dərin, o qədər daxili bir ehtiyacdır ki, minnətdarlığımızı bildirməyəndə içimizdə bir boşluq, bir narahatlıq yaranır. Elə bir nəsə əşkidir. Bax, bu hissdə bizi o nemətlərin sahibini axtarmağa itələyir. Aha, indi gəldik üçüncü və bəlkə də ən ciddi səbəbə. Bu artıq nə sadəcə maraqdan, nə də təkcə hissiyatdan qaynaqlanır. Bu, tamamilə məntiqi bir zərurətdir. Seçimimizin nəticələrini düşündükdə ortaya çıxan bir məcburiyyət. Yenə bir bənzətmə ilə davam edək. Təsəvvür edin, tənha bir səyyahsınız və bir yol ayrıcına gəlib çıxmısınız. 4 fərqli yol var. Hər yolun başında duranlar qışqırır ki, yeganə qurtuluş yolu budur, bizim tərəfə gəl. Digərləri də eyni şey deyir və hamı xəbərdarlıq edir ki, digər yollar fəlakət aparır. İndi deyin görüm, belə bir vəziyyətdə insan laqeyd qala bilər, mənə nə deyib otura bilər? Bax, bu slaydda o dilemanı çox aydın göstərir. Söhbət sadəcə bir marşrut seçməkdən getmir axı. Söhbət əbədi xoşbəxtlik və ya peşmançılıqdan gedir. Risk bu qədər böyük olanda kör-köranı bir yolu seçmək və ya heç birini seçmirəm demək heç ağıllı bir hərəkət deyil. Və bu vəziyyət əslində bizim real həyatımızdır. Fərqli dinlər, fərqli inanclar, fərqli həyat fəlsəfələri hamısı bizə bir yol təklif edir və deyir ki, sənin rifahın bu seçimdən asılıdır. Məhz buna görə də sağlam məntiq bizə deyir ki, dayan, tələsmə, hər bir yolu araşdır, dəlillərə bax, müqayisə et və sonra həqiqətən də səni hüzura, kamilliyə aparan yolu seç. Beləliklə, gəlin bir ümumiləşdirmə aparaq. Bizi yaradana axtarmağa sövq edən 3 əsas amil var. Birincisi, ağlımızın doymayan marağı, ikincisi, qəlbimizin minnətdarlıq hissi və üçüncüsü, taleyimizlə bağlı məntiqi seçim zərurəti. Və baxın, bu aya sanki bütün bu izah etdiklərimizə bir möhür vurur. Bu, kör-köranı inanmağa yox, əksinə, sözü dinləyib onun ən gözəlinə tabi olmağa bir dəvətdir. Yəni, araşdır, qiymətləndir və şuurlu şəkildə ən doğrusunu seç. Bu, aktiv bir axtarışa çağırışdır.
Və sonda, bütün bu danışdıqlarımızdan sonra icazənizlə sizə çox səmimi bir sual vermək istəyirəm. Bu nəzəriyyə filan deyil, hər birimizə aid şəxsi bir sualdır. Həyatınız boyu sizə deyilənləri, öyrədilənləri bir anlıq kənara qoyub, heç kimin təsiri olmadan, sırf öz ağlınızla, öz ürəyinizlə bu mövzu barədə həqiqətən ciddi şəkildə düşünmüsünüzmü? Bəlkə də bu suala verəcəyiniz cavab hər birimiz üçün tamamilə yeni bir səyahətin başlanğıcı olar.